Kızlar salam. Dünənki aldığımız sarımsağın axırıncı versiyası. 3 dənəsini hazırladım. Biri birindən gözəl çıxıb. Dedim birində sizlə paylaşım. İndi mən hazırlayayım, siz də izləyin. Bax kızlar, sarımsağın arxa hissəsini kəsirik. Baş hissəsini də kəsirik. Bir pərdəsi qalanacan soyuruq. Sonra soyuq suda bir gün saxlaya da bilərsiniz, saxlamaya da bilərsiniz. Bax belə. Eynən yığırsan balonlara, bax beləcə. Yığma göstər qızım. Bax belə yığanda balon çox tutur. Bir balon 2 kilo sarımsaq tutur. Yaxşı yığsan hələ biraz da artıq tutur. Bax görürsünüz, arxasını belə yığdıq. Sarımsaqları yığandan sonra balona 3 xörək qaşığı Baxın, pendir və turşu üçün duz. O bir duzlar. duzlar şorabana əridir. Əlavə eləmişdim. İndi ikinci xörək qaşığını əlavə eləyirəm. Bu da üçüncü xörək qaşığı. Əlavə elədik. Ondan sonra bir çay qaşığından gözə yarı bir belə yumru qara üsut. Qaşığın üzündə bir 5-6 dənə də müqək elədik. Dəfnə yarpağı 2-3 ədəd. Əlavə elədik. 3 ədəd qənd, olmasa bir qaşıq şəkər tozu. Ondan sonra qızlar, zövqə görə çox adam cırxa sirkə ilə qoyur. Amma mən yarı sirkə, yarı qaynanmış su ilə. Üç stəkan alma sirkəsi. Üzüm olmaz. Fərqi yoxdur, üzüm də olar, Əlimdəki alma da olar. üzümdür. Elə əlimdəki üzümdür. Bu da sarımsaq turşusunun ən son halı. Qaranlıq yerdə saxlayırsınız, qışda şirin ağızla nuş edirsiniz. Çox qəşəng alınır.